Üçüncü sual. Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konus. Deməli biz bir konus bura çəkək. Bu konusun ox kəsiyindən danışanda bunun ox kəsiyinə necə baxırdıq? Bunu oturacaq boyunca, diametri boyunca yenə kəsirdik və yuxarıya qədər olan hissəsini götürürdük. Yəni ox kəsiyi olurdu bu. Üçbucaq. Bax C, B, A üçbucağı. Bura L idi, bura L idi, bura 2L idi. Bunu ox kəsiyi deyirdik. Və yadınızda saxlayın, silindrin ox kəsiyi düzbucaqlıdır, konusun ox kəsiyi bərabər yanlı üçbucaqdır. Deməli yazıb ki, bu bərabər tərəfli imiş. Yəni bura 60'mış, burada 60'mış. Elə buradan yadınızda salın ki, bərabər tərəfli konus ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusdur. Bərabər tərəfli konusu nəymiş? Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusdur. Bura R-dir, çünki bərabər yanlı üçbucağın oturacağına çəkilən hündürlük. Bax görürsünüz, onsuz da bu yerlərə fikir verin. Həm də median idi. Bura olur 30. 30'un qarşısındakı hipotenuzun yarısı idi. Onsuz da bu bərabər tərəfli idi də L2R olacaq. Sonra burada H-dır. Burada olur R kök altda 3 Pifagordan. 60'ın qarşısındakı digər katetin kök 3 müslidir. Yəni H-ı nə qədər taparıq? R kök altında 3 taparıq. İndi yan səthinin sahəsindən danışır. S-yan nə idi? Pi R L idi. İndi L'in yerinə 2R qoyanda olur 2πr kvadratı və bunu 32π almışıq. R kvadratı olur 16 və R'imiz olur 4. Həcmin istəyir. Onda R 400'ə H nədir? 4 kök altda 3'dür. Konusun həcmi və konus 3'də 1 pi R kvadratı H'dır. Yerinə qoyuruq. 3'də 1 pi R 16 kvadrat 16 H. H da 4 kök altda 3. Bunu hesablayırsınız. Bu da olur nə qədər? 64 kök 3. Pini də 3 verib də. Pini yerinə 3 qoyanda bunlar getdi. Oldu nə? 64 kök 3. Bir də təkrar. Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusa bərabər tərəfli konus deyilir. Və bunun ox kəsiyinə necə baxırıq? Bura doğrandır. Bura doğrandır. Bura diametrdir. Bura S-dir, bura A idi, bura B idi və bax belə bir üçbucaq. Bəzən deyir ox kəsiyi 120 dərəcə olur. Təpə bucaq 120 dərəcə olan bərabər yanlı üçbucaqdır. Deməli buralarına qalır 30-30. Bunu mən sizə topluda ayrıca araşdırıb vermişəm.